Elə biz antiterror tədbirlərindən sonra Xankəndidə də zəfər paradı gördük. Müzəffər Ali Başkomandan cənab İlham Əliyev öz ordusuyla Xankəndidə zəfər paradı qeyd etdi. Dünyaya gücümüzü onunla da göstərmiş olduq. Sevgili xanım, söhbətimizə davam edəcəyik, amma istərdim növbəti bağlantını da eləyək, sonra rahat müzakirə eləyək. Salyandan əməkdaşımız Yaqub Mehdioğlu da birbaşa bağlantıdadır. Görək Salyanda zəfər bayramına necə hazırlıq gedir. Yaqub, sabahın xeyir, bayramın mübarək olsun. Salam Murad, bayramınız mübarək olsun. Bugün ölkəmizin hər yerində olduğu kimi Salyanda da əsl bayram abu havası var və elə bu gözəl gün münasibəti ilə istədik ki, şəhər sakinlərinin, şəhər ziyalılarının fikirlərini öyrənək. Salam müəllim, bayramınız mübarək olsun. Bayramınız mübarək. Rüstəm Məlikov, Salyan rayon sakiniyim. Bugün Respublika ictimaiyyətində olduğu kimi Salyanda da böyük coşku var. Xalqımız əlamətlər bir günü, tarixi bir günü, zəfər gününü qeyd edir. Zəfər günü Azərbaycan xalqının şərəflə yazılmış bir tarixidir. Bu, eyni zamanda Azərbaycanda azadlığın, müstəqilliyin, suverenliyin bir bayramıdır. Bu bayram tarixi günə biz 30 il yol gəldik. Nə yaxşı ki, bu günü biz yaşayırıq. Başda Ali Başkomandamız olmaqla silahlı qüvvələrimiz 30 il işğala son qoydular. Dəmir yumruğun nəticəsində bugün Azərbaycan xalqı öz müstəqilliyini, quruculuq dövrünün ömrünü yaşayır. Təbii ki, bu günlərin biz qədrini, qiymətini də bilməliyik. Bugün Qarabağımızda, Zəngəzurda aparılan abadlı quruculuq işləri, yenidən qurma işləri insanları bale edir. Və onu demək istəyirəm ki, bugün bayrağımız sancılan Şuşada, Xankəndində mən bir neçə gün əvvəl olmuşam. İnsanı ucalan bayraqların fonunda dayanmaq, o havanı hiss eləmək, müstəqil Azərbaycanın vətəndaşı olmaq necə də insana qürur verir. Bu, eyni zamanda bizdə bir müstəqillik, bir məsuliyyət hissinin də artırılmasına inam yaradır ki, Azərbaycan xalqı, yeni yetişən nəsilimiz bu müstəqilliyin, bu bayramların qədrini, qiymətini bilməlidir. Və mən bu əziz gündə Azərbaycan xalqını, doğma prezidentimizi bayram münasibəti ilə təbrik edirəm. Azərbaycana bu zəfər yaraşır. Bayramınız mübarək. Çox sağ olun, sizin də bayramınız mübarək. Murad, bizdən hələlik bu qədər. Təşəkkür edirəm Yaqub. Yaqub Mehdioğlu Salyandan birbaşa bağlantı etdi. Salyanda da tədbirlər keçiriləcək, zəfər günü qeyd olunacaq.